1962-ci ilin iyun ayı. Karib sahillərinin istisində Puerto Cabello dəniz bazası tüstü və qan qoxusuna bürünmüşdü. Küçələrdə silah səsi hələ də susmamış, divarlara dəyən güllələrin izləri havada ölümün nəfəsini xatırladırdı. İnsanlar qorxu içində gizlənir, şəhərin üzərinə qara bir pərdə çəkilmişdi. Məhz bu qaranlığın içində bir an, bircə an tarixin yaddaşına həkk olunmuşdu. Snayper gülləsi ilə yaralanmış əsgər çarəsiz halda yıxılarkən üzünü günəş işığından çox kölgəyə çevrilmiş səmaya qaldırmışdı. Onun tək dayağı, tək ümid işığı keşiş Luis Padilla oldu. Keşişin əllərindəki titrəyiş, gözlərindəki dərin kədər, yaralı əsgərin isə canını itirməmək üçün göstərdiyi son müqavimət, hamısı bir kadrda donmuşdu. Fotoqraf Hector Rondonun kamerası bu anı əbədiləşdirmişdi. Həmin foto dünyanı silkələmiş, Pulitzer mükafatına qədər yüksəlmişdi. Bu kadr sadəcə bir şəkil deyildi. O müharibənin bütün dəhşətini, insanın ölüm qarşısındakı acizliyini, həyatla ölüm arasında bəzən bir nəfəsin belə kifayət etmədiyini göstərirdi. Foto bir xalqın ağrısını, eyni zamanda bütün bəşəriyyətin ortaq yarasını ifadə edirdi. Amma tarix bəzən ikilidir. Üsyanın rəhbərlərindən biri Pedro Medina Silva illər sonra başqa bir hekayə danışdı. Onun sözlərinə görə bu kadr təbii an deyil, məcburi bir səhnələşdirmə idi. Fotoqrafın xahişi ilə keşiş yaralını qucaqlamış, kadr isə belə yaranmışdı. Yəni bu foto bəlkə də həqiqət deyil, təbliğat idi. Kim haqlıdır, kim yanlış? Bu suala cavab tapmaq çətindir. Amma bir həqiqət var. Həmin foto yaddaşlardan silinmədi. O, insanın ölüm qarşısında çarəsizliyinin, eyni zamanda xilas üçün ümid axtarışının rəmzinə çevrildi. Foto şəkillər bəzən qələmdən, bəzən kitabdan, hətta tarixdən də güclü olur. Çünki bir anı tutub saxlayır və o anı əbədiyyətə çevirir. Puerto Cabello'da çəkilən bu foto bizə bir daha xatırladır. Müharibələrdə qələbə yox, yalnız itki var. İtki barədə də ən dəqiq, ən kəskin dildə danışan fotodur.